isə müəllimin fasilitasiya bacarığı 2026 test bankındakı testlərə nəzərdən keçirək. Sual 1. Müəllim şagirdin verdiyi sualı birbaşa cavablandırmır. Bəli, bu onun düz etməsini göstərir. Cavabı tapmaq üçün onu yoldaşları ilə müzakirəyə yönəldir. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Bəli, bu müəllim fasilitator müəllimdir. Şagirdə birbaşa məlumatı vermir. Onun səhvi tapmaq üçün, cavabı tapmaq üçün yönəldir sadəcə. A. Müəllim bu addımı atmaqla doğru edir. Çünki şagirdin suallarını birbaşa cavablamağa sərf etdiyi zamanı dərsin izahına ayırmağı hədəfləyir. Bu addım doğrudur. Bu addımı düz atır. Tamam. Amma o izahı kənara qoyub dərsin izahına köklənməməlidir. Ona görə A variantı səhvdir. B. Müəllimin bu addımı onun fasilitator kimi funksiyasını yerinə yetirməklə bərabər şagirddə affektiv sahənin, yəni emosional sahənin cavab vermə mərhələsinin inkişafını hədəfləyir. Bəli, doğru variant elə B variantıdır. Çünki sual var, cavab var, müzakirə varsa, şagird emosional sahənin cavab vermə mərhələsindədir. Eyni zamanda bu müəllim birbaşa məlumatı ötürmür. Onu sualın cavabını tapması üçün yönəldir. Bu da fasilitator müəllimin görəcəyi işdir. Ona görə variant B variantı. C-ni də oxuyaq. Müəllim bu addımı atmaqla şagirdlərdə öz akademik biliklərinə qarşı şübhə yaranmasına səbəb ola bilər ki, bu da yol verilməzdir. Bu yanlışdır. D. Müəllim bu addımı ilə şagirdlərdə həyati bacarıqlar formalaşdırmağı hədəfləsə də, akademik nöqteyi nəzərdən səmərəsiz üsuldur. Xeyr, elə ən səmərəli üsul fasilitator müəllimin gördüyü, tətbiq etdiyi üsuldur. Düzdür. Bu yanlışdır. Y. Müəllimin bu addımı şagirdlərdə mövzuya maraq oyatsa da, müəllimin fasilitator kimi pasiv olduğunu göstərir. Xeyr, fasilitator müəllim burada aktivdir. Çünki şagirdə yönəldir cavabı tapmaq üçün. Ona görə Y variantı da yanlışdır. Bir də doğru olan B. İkinci sual. Biri müəllimin təlim prosesini səmərəli qurarkən buraxdığı səhvdir. A. Müəllimin şagirdin bacarıqlarını nəzərə alması. Bəli, fasilitator müəllim şagirdlərin bacarıqlarını, fikirlərini, onların maraq dairələrini nəzərə almalıdır. A. Doğrudur. B. İstifadə olunacaq resurslardan daha çox keçilən mövzuya önəm verməsi. Yəni, bu müəllim sinifdən kənara çıxmır. Bu müəllim elə sinifdə yalnız mövzu keçir, əşyalarla tətbiq, praktik xarakterli dərslərini şagirdlərə təqdim etmir. Onları yalnız sinifdə maraqsız şəkildə dərsi keçir. Yəni, şagirdlər sinifdən kənara çıxaraq, məsələn, az öncə dərsdə izah etdiyim kimi, laboratoriyaya apara bilər, orada praktiki dərslər təşkil edə bilər, musiqi otağına apara bilib ayətlərlə dərsi daha maraqlı hala gətirə bilər. Ona görə elə B variantı səhvdir. C. Şagirdlərdən gözləntilərini aydın müəyyənləşdirmək. Gözlənti sinifin idarə olunmasında olan bir hissədir, gözləntilər mütləqdir. D. Sualı cavablandırmaq üçün şagirdlərə gözləmə vaxtı vermək. Bəli, gözləmə vaxtı mütləq verilməlidir. Y. Şagird təfəkkürünün inkişafına yönəlik dərs materiallarından istifadə etmək. Bəli, təfəkkürü inkişaf etdirmək, düşüncəni inkişaf etdirmək deməkdir. Ona görə E variantı da doğrudur. Yanlış olan B variantıdır. Üçüncü suala gəlin baxaq. Verilənlərdən biri müəllimin funksiyası hesab edilmir. A. Şagirdin təfəkkürünü formalaşdırmaq. Bəli, düşüncəni formalaşdırmaq müəllimin görəcəyi elə birinci işdir. A. Doğrudur. B. Şagirdləri qloballaşan, yəni dəyişən, yenilik tələb edən dünyanın tələblərinə uyğun yetişdirmək. Bəli, bu da müəllimin bir funksiyasıdır, görəcəyi işdir. C. Şagirdin metakognitiv bacarıqlarını inkişaf etdirmək, yəni yüksək dərk etmələrini, düşüncələrini formalaşdırmaq. Bu da doğrudur. D. Tədrisin məqsədini şagirdin imtahan nəticəsi ilə müəyyənləşdirmək. Bəli, bu yanlışdır. Tədrisin məqsədini şagirdin imtahan nəticəsi ilə müəyyənləşdirim tamamilə səhvdir.
Nəticəyə əsasən məqsəd müəyyən olunmur. Birinci dərsin əvvəlində məqsədi bildiririk, sonra nəticəyə gəlirik. Yanlış olan elə D variantıdır. Y. Şagirdləri tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək. Bəli, bu da doğrudur. 3-də yanlış olan D variantı oldu. Keçək indi 4-cü suala. Doğruda uyğunluq gözlənilməmişdir soruşur bizdən. Bu zaman doğruda yanlışı, yanlışda doğru olanı götürəcəyik. Gəlin baxaq. Müəllim şagirdləri müzakirələr, qrup fəaliyyətləri və birgə layihələrə təşviq edib onlar arasında fəal iştirak və əlaqəni gücləndirir. Bəli, onları müzakirəyə, qrup işlərinə, layihələrə cəlb edərək onlar arasındakı sosial bacarıqları biz formalaşdıra bilərik. Doğrudur, elə qarşısında doğru yazıb. İkinci, fasilitator müəllim şagirdləri sadəcə faktları yadda saxlamaq əvəzinə məlumatları təhlil etməyə, qiymətləndirməyə və sintez etməyə təşviq edir. Bu doğrudur, amma bura yanlış yazıbdır. Ona görə elə biz uyğunluq burada pozulur. Bu səhvdir. Üçüncü, şagirdlərin ehtiyaclarına və öyrənmə üslublarına əsasən öz tədris metodlarını və strategiyalarını tənzimləyir, yeni yanaşmaları sınamağa çalışır. Yəni, müəllim öz planında dəyişikliklər edir ki, şagirdlər inkişaf etsin, daha yaxşı öyrənsin. Bu cümlə doğrudur, amma qarşısına yanlış yazıbdır. Ona görə uyğunluğun biri də elə 3-də pozulub. Cavab 2 və 3 olacaq. B variantı. Yenə də 4-də baxaq. Fasilitator müəllim şagirdlər arasında müstəqilliyi təşviq edir. Onları öz öyrənmə prosesinə görə məsuliyyət daşımağa, hədəflər qoymağa istiqamətləndirir. Bəli, istiqamətləndirir açar sözdür. Daha sonra yönləndirir açar sözdür, gücləndirir açar sözdür. Baxın, bunlar hər biri fasilitatorun açar sözü kimi götürə bilərik. Bu da doğrudur, elə qarşısında da doğru yazıb. Uyğunluq harada pozulub? Uyğunluq pozulub 2 və 3-də. Yəni, B variantında. Davam edirik 5-ci sualla. Aşağıdakı nümunələrdən hansı fasilitator müəllimin xüsusiyyətinə aid deyil? A. Müəllim şagirdlərin oxuya maraqlarını artırmaq üçün sinifdə fərqli mövzulara aid kitablardan ibarət oxu guşəsi yaradır. Bəli, bu müəllim fərqliliyi nəzərə alır. Bu inkişafa açıq bir müəllimdir, fasilitator ola bilər. A. Doğrudur. B. Müəllim yeni dərsi izah edir və şagirdlərə mövzu ilə bağlı tapşırıqlar verir. Hamı tapşırığı bitirdikdən sonra şagirdlərin səhvlərinə bir-bir düzəlişi edir. Deməli, kim edir? Müəllim özü. Müəllim özü səhvi düzəltməməlidir. Şagirdi yönəltməlidir. Şagird özü öz səhvini düzəltməlidir. Yanlış olan B variantıdır elə. C-yə də baxaq. Müəllim dərsin əvvəlində şagirdlərin dərsə cəlb olunması üçün müxtəlif formalı təqdimatlar edir. Təqdimatlardan istifadə edir. Yəni, vasitələr ola bilər, video çarx ola bilər, şəkil, görüntü və s. Bu da doğrudur. D. Müəllim şagirdlərin ilkin biliklərini qiymətləndirmək üçün diaqnostik qiymətləndirmə keçirir. Bəli, diaqnostik qiymətləndirmə sizə bu mövzu keçilibdir. Diaqnostik qiymətləndirmə əvvəldə aparılan ilkin bilikləri yoxlayan qiymətləndirmədir. Ona görə D variantı da doğrudur. Y. Müəllim şagirdlərin valideynləri ilə əməkdaşlıq edərək şagirdlərin intellektləri haqqında məlumat əldə edir. Bu da doğrudur. Yanlış olan B variantı. Davam edirik 6-cı sualla. Müəllim dərsin məqsədinə çatmaq üçün sinifdə qrup işi təşkil edir. Şagirdlər qruplara bölünür və hər qrupa müxtəlif tapşırıqlar verilir. Qrupda bəzi şagirdlər az işləyir, bəziləri isə daha çox işləyir. Buna görə narazılıq yaranır. Problemi aradan qaldırmaq üçün müəllimin atdığı hansı addım səmərəli, yəni doğru olar? A. Müəllim bir müddət qrup işindən istifadə etmədən dərsi qura bilər. Qrup işinə ehtiyac yarandığı anda şagirdlərə nəzarət etməklə problemi həll edə bilər. Xeyr, bu yanlışdır. Müəllim qrup işinə bir müddət ara versin, qrup işi təşkil olunmasın, bu yanlışdır. Elə şagirdlərin bilik bacarığının tətbiqi üçün ən vacib iş forması qruplarla işdir.
A yanlışdır. B. Müəllim qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü edə bilər və onlarla birlikdə qrup işi qaydalarını tərtib edə bilər. Qrup qaydalarını tərtib edə bilər. Bəli, doğru variant elə B variantıdır ki, B variantında bərabərlik olur. Müəllim özü vəzifə bölgüsü edir və onlarla birlikdə bu qrup qaydaları da tərtib edir. B variantı səmərəli olar. C. Müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alıb onları qruplara bölə və hər şagirdin fərdi işləməsi üçün onlara müəyyən tapşırıqlar verə bilər. Bu da yanlışdır. Öyrənmə tərzinə görə onları qruplara bölə bilməz. D. Müəllim şagirdlərdə qrupda işləmək bacarığını formalaşdırmaq üçün onları bir müddət cütlərlə işə cəlb edə bilər. Qrupla işləmə bacarığı əslində ola bilər, amma bu situasiyamıza uyğun deyil. Y. Müəllim şagirdlərin potensiallarını nəzərə alıb qruplara verilən tapşırıqları sadələşdirərək müvafiq problemi həll edə bilər. Bu da yanlışdır. Doğru olan B variantıdır. Davam edirik 7-ci sualla. Dərs zamanı müəllim şagirdə sual verir. Şagird suala səhv cavab verərkən müəllim onun sözünü yarıda kəsir, sualın cavabını özü deməyə başlayır. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? A. Müəllim fasilitator kimi özündə müşahidə etmək bacarığını formalaşdırmayıb. Xeyr, bunun izləməklə, görməklə, müşahidə ilə bir əlaqəsi yoxdur. B. Müəllim fasilitator kimi idraki hazırlığını təkmilləşdirməyib. Bunun da bir əlaqəsi yoxdur. C. Müəllim fasilitator kimi özündə planlaşma bacarığı formalaşdırmayıb. Xeyr, o planlaşma ilə bir əlaqəli hissə deyil. Situasiyada cavabdan, sualdan söhbət gedir. D. Müəllim fasilitator kimi özündə dinləmə bacarığı formalaşdırmayıb. Bəli. Doğru olan elə D variantıdır ki, müəllim şagirdin sözünü yarıda kəsir. Bu olacaq dinləmə bacarığının olmaması. 8-ci sual. Müəllim şagirdlərin cəlb olunmasını təmin etmək və onların fəaliyyətini məqsəd yönlü etmək üçün təlim nəticələrini şagirdlərə əvvəlcədən elan edir. Bu halda verilən hansı fikir doğrudur? A. Müəllim şəxsiyyət yönümlü tələbini qoruyur. Müəllim şəxsiyyət yönümlü tələbini bəli, burada qorumur. Çünki burada şəxsiyyət yönümlü ilə əlaqəli bir məsələ yoxdur. B. Müəllimin planlaşma bacarığı qənaətbəxş deyil. Bu da yanlışdır. C. Müəllim pedaqoji səriştəlikdə səhvə yol verir. Burada da ondan söhbət getmir. D. Müəllim fasilitator rolunu yerinə yetirir. Bəli, bu müəllim burada şagirdləri yönəldirsə, şagirdlərə dərsin məqsədini əvvəlcədən elan edirsə, o fasilitator bir müəllimdir. Öz işini görür. Cavab olacaq elə D variantı. Y. Müəllim şagirdlər üçün şəxsi nümunə ola bilər. Bu da bu məsələyə aid deyil. Cavab olacaq D variantı. Sual 9. Aşağıdakı hansı nümunədə müəllimin fasilitator kimi yanlış atdığı addımı görmək olar? Yəni, bir fasilitator müəllimin burada yanlış addımını görəcəyik. A variantı. Müəllim şagirdlərin öyrənmə tərzlərini bildiyindən dərs prosesində müxtəlif resurslar hazırlayaraq şagirdlərin diqqətini dərsə cəlb edə bilər. Bəli, bu doğrudur. B. Müəllim keçdiyi mövzunun daha anlaşıqlı olması üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Bu da doğrudur. Müəllim suala səhv cavab verən şagirdə yönəldici suallar verməklə onun özünün düzgün cavaba gəlməsini təmin edir. Bəli, biz demişdik ki, müəllim özü sualın səhvini düzəltməməlidir. Şagirdə yönəltməlidir, şagird öz səhvini düzəltməyə çalışmalıdır. D. Müəllim dərs ilinin əvvəlində sinifdəki şagirdləri daha yaxından tanımaq üçün onlara anket sorğusu göndərir. Bəli, tədqiqatçı müəllim şagirdləri tanımalıdır. D variantı da doğrudur. Y. Müəllim şagirdlərin yazılarını yoxlayan zaman səhv yazılan sualların düzgün həllərini misalların altında qeyd edir. Kim edir? Müəllim özü. Müəllim özü bunu edə bilməz. Axı dedik ki, şagirdin səhvini müəllim yox, şagird özü düzəltməlidir. Müəllim sadəcə buna yol göstərməlidir, istiqamət verməlidir. 9-cu sualda yanlış olan Y variantı. Sual 10. Verilmiş fikirlərdən hansı fasilitasiyaya aid edilə bilməz? A.
Müəllim öyrənməni təmin etmək üçün sinif qaydaları deməli tərtib edib onların şagirdlər tərəfindən tətbiqinə nəzarəti artırır. Deməli, sinif qaydalarını tərtib edib şagirdlər tərəfindən tətbiqinin nəzarəti artırır. Şagirdlər tərəfindən buna nəzarəti artırır. Bəli, bu aid edilə bilər. B. Müəllim şagirdin açıq tipli suala cavab verməsini təmin etmək üçün qapalı tip suallardan dəstək üçün istifadə edə bilər. Bəli, dəstək məqsədi ilə edə bilər. C. Müəllim şagirdlərə fərdi yanaşaraq onları öyrənmə prosesində aktiv iştiraka yönəldir. Bəli, fərdi yanaşma mütləqdir. D. Müəllim təlimi qarşılıqlı fəaliyyət üzərində quraraq birgə öyrənmə mühiti yaradır. Müəllim təlimi deməli qarşılıqlı. Bu da düzdür. G. Müəllim şagirdlərin müzakirə prosesini effektiv şəkildə təşkil etmək məqsədi ilə onları mövzu ilə bağlı araşdırma işinə yönəldir. Bu da doğrudur. Bir dəqiqə, nəyə səhvə yol verdik harada? A variantında bir də baxaq. Müəllim öyrənməni təmin etmək üçün sinif qaydaları tərtib edir. Onları şagirdlər tərəfindən tətbiqinə nəzarəti artırır. Bəli, fikrimdən qaçıb elə yanlış olan A variantıdır. Öyrənməni təmin etmək üçün xüsusi qaydalardan istifadə etmirik. Yəni, biliklər əldə olunmasında qaydalar bir o qədər də rol oynamır. Sadəcə qaydalar daxili intizam deməli etikasına, qaydalarına görədir. Və burada şagirdlər tərəfindən tətbiqinə nəzarəti artırır. Bu da olduqca yanlışdır. Yəni, A variantı bu bizim mövzumuza aid deyil. Bu, sinifin idarə olunmasına aid olan bir situasiyadır. A variantı yanlışdır. Sual 11. Hansı situasiyada fasilitator müəllimin müşahidə bacarığının inkişafına ehtiyac var? Müşahidəni soruşur. A. Müəllim qruplara tapşırıq verdikdən sonra şagirdlərə yaxınlaşaraq onlara yerindəcə konstruktiv rəy verir. Konstruktiv rəy vermək anındaca müdaxilə etməkdir. Ona görə bu deyil. B. Müəllim şagirdlərə sual-cavab edir və onların cavabları əsasında boşluqların müəyyən edərək strategiyasında dəyişiklik edir. Bəli, burada planlaşmasında dəyişiklik edir. C. Müəllim şagirdlərin bir-biri ilə mənfi münasibətlərinin onların akademik nailiyyətlərinə belə pis təsir etdiyini görür və sinifdə buzqıran strategiyası tətbiq edir. Bu da aid deyil, çünki buzqıran da bizim bu hazırki mövzumuza aid deyil. D variantı. Müəllim deməli həmkarının cəlb olunmada daha çox vizual təqdimatlar etdiyini görür və öz dərs keçdiyi sinifdə də bu strategiyanı tətbiq edir. Deməli, görür və tətbiq edir. Görürsə elə izləyir, müşahidə edir. Bəli, izləməyə, müşahidəyə ehtiyacı var D variantında. Y. Müəllim şagirdlərin fəaliyyətlərini izləyərək istifadə etdiyi metod və yanaşmalarda dəyişiklik edir. Bəli, bu da bu müşahidəyə aid deyil. Bu müəllimin planlaşmasında olan dəyişiklikdir. Bu da aid deyil. Doğru olan D variantıdır. Sual 12. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyən edin. Deməli, müəllim burada yanlışa yol verib. A. Müəllim şagirdlərdə müxtəlif dinləmə materiallarını verərək onlarda sözlərin düzgün tələffüzü və tələffüzü bacarığını formalaşdırmağa çalışır. Proses boyu şagirdlərə lazımi istiqamət verir. Bəli, istiqamət vermək açar sözdür. Bu doğrudur. B. Müəllim şagirdlərdə müxtəlif fənlərin mövzularını bir-biri ilə əlaqələndirmək üçün onlarda analoji düşünmə bacarığı formalaşdırır. Bu şagirdlərin yeni anlayışları, öyrənmələri baxımından da faydalı hesab edilir. Bəli, bu da doğrudur. C. Məqsəd şagirdlərdə sual tərtib etmək bacarığını formalaşdırmaqdır. Şagirdlərdən bəziləri bunu necə edəcəklərini bilmirlər. Müəllim onlara dinamik feillərdən ibarət siyahı təqdim edir. Dinamik feillər hansıdır? İzah edir, şərh edir, müəyyən edir, qruplaşdırır və s. Və bu prosesdə onlardan istifadə etməyi tövsiyə edir. Bu da düzdür. Müəllim şagirdlərdə müstəqil öyrənmə bacarığı formalaşdırmaq üçün onları öyrənmə zamanı öz hisslərini idarə edə bilmələri üçün müxtəlif strategiyalarla tanış edir.
Bəli, bu da doğrudur. Y. Məqsəd şagirdlərin hər birini müzakirə prosesinə cəlb etməkdir. Bunun üçün müəllim aktiv şagirdlərdən ibarət qrup yaradaraq onlara suallar formalaşdırmağı, digər qrupa isə həmin sualları cavablandırmağı xahiş edir. Bəli, burada müəllim artıq səhvə yol verir. Müəllim burada ayrı seçkiliyə yol verir. Aktiv şagirdlərdən ibarət qrupu yaradır, pasiv şagirdlər artıq cavab verən tərəfə saxlayır. Bu olduqca yanlışdır. 12Y. 13-cü sual. Verilənlərdən hansı müəllimi yaxşı fasilitator edən amil hesab edilə bilər? Edilə bilər. 13. A. Mövzunun məqsədini dərsin sonunda şagirdlərlə bölüşmək. Bu yanlışdır, çünki bunu əvvəldə bölüşməliyik. Məqsədi, təlim nəticəsini əvvəldə elan etməliyik. Dərsin məqsədini əvvəldə elan etməliyik. Bu yanlışdır. B. Şagirdləri tanımaq üçün anket sorğusu keçirmək. Bəli, şagirdləri tədqiqatçı müəllim anket sorğusu keçirərək tanımalıdır. Elə B variantı doğrudur. C. Dərsi bir qayda olaraq qrupla iş formasında keçmək. Yalnız qrupla iş formasından keçmək olmaz. Axı orada fərdi iş var, orada cütlə iş var, orada bütün siniflə iş var. Bunlar nə üçündür? Bəzək kimi verilməyib ki. Bunların hər birindən istifadə etməli olunmalıdır. D. Tədrisi ancaq imtahan nəticələrinə yönəltmək. Bu da yanlışdır. Bütün informasiyanı olduğu şəkildə şagirdə mənimsətmək. Bu da yanlışdır. Doğru olan B variantıdır. Sual 14. Cütlərlə iş zamanı şagirdlərdən birinin diqqəti yayınır. Tez-tez pəncərədən çölə baxır və əlindəki qələmi oynadır. Verilmiş fikirlərdən hansı fasilitator müəllimin fəaliyyətinə daha çox uyğun olar? A. Şagirdin davranışına məhəl qoymadan dərsə davam etmək, bu göz ardı etmək sayılır. Bu yanlışdır. B. Şagirdin müəyyən müddət sonra yenidən dərsə yönələcəyini güman edib gözləmək, bu da yanlışdır, əlbəttə. D. Digər şagird yoldaşlarının diqqətini yayındırmadan həmin şagirdə əlavə tapşırıq vermək. Bu da düzgün deyil, bərabərsizlik. Axı dərsi dinləməyib tapşırığı necə yaza bilər? Olacaq. D. Şagirdə sakitcə yaxınlaşaraq onun köməyə ehtiyacı olmadığını müəyyən etmək. Bəli. Köməyə ehtiyacı olmadığını soruşa bilərik şagirddən və bu zaman şagirdin fikrinin niyə yayındığını öyrənə bilərik. Y. Dərsin əvvəlində şagirdlərə verilən təlimata əlavələr edib yenidən onlara izah etmək. Bu da aid deyil. Situasiyaya əsasən elə D variantı uyğundur. 14D. Sual 15. Fasilitator müəllimlə bağlı uyğunluğu müəyyən edin. Doğruda doğru, yanlışda yanlışı götürməliyik. Elə isə baxaq. Fasilitator müəllim şagirdlərin həm idraki fəaliyyətindən, həm də emosional vəziyyətinə xəbərdar olmalıdır. Bəli, bu doğrudur. Düz deyir. İkinci, müəllim dərsin cəlbedici olması üçün daim qrup işi təşkil edir. Qrup işini qiymətləndirərkən meyarları şagirdlərə təqdim edir. Bu yanlışdır. 3. Müəllim dərs prosesində keçilən mövzunu həyatla əlaqələndirərək dərsin daha öyrədici olmasına nail olur. Bəli, bu doğrudur. Dərsin öyrədici olması üçün fənüstü inteqrasiyadan istifadə etməliyik. 4. Müəllim dərs prosesində hər bir şagirdin fəaliyyətini nəzarətdə saxlayır və hər birinin çatışmayan tərəflərini üzə çıxarmaq üçün rəy bildirir. Deməli, bu yanlışdır. Müəllim onu rəyi yoldaşları tərəfindən şagirdlərə yönəldici formada, inkişaf etdirici formada çatdıra bilər. Ona görə 4-cü sual da səhvdir. Cavab olacaq 1 və 4. Doğruda doğru olan, yanlışda yanlış olan. Bəli, dəyərli həmkarlar, test izahımız bu qədər. Əgər videonu bəyəndinizsə, bəyənib kanala abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.